Yusif surəsi 11-ci ayədə bu kəlməyə rast gəlirik və görürük ki, burada romb şəklinə bənzər bir əlamət qoyulmuşdur. Artıq bizə məlum olur ki, burada qayda baş vermişdir. Bəli, burada işməm adlanan bir qayda baş verir. İşməm sözü lüğətdə qoxulatdırmaq mənasını daşıyır. İstilahda isə hərfin sədasına təsir etmədən dodaqların qönçələnməsi vasitəsi ilə atılmış hərəkəyə işarə etməyə deyilir. Bunu biz biraz da necə asanlaşdıra bilərik? Baxırıq, burada kəlmədə nun hərfini təşdidli görürük. Təşdidli hərf, yəni bildiyimiz kimi iki hərfdir. Birincisi adətən sakin, ikincisi hərəkəli olur. Amma biz bu kəlmənin əslinə diqqət yetirdikdə bir fərqlilik görürük. Necə? Baxırıq ki, birinci nun hərfi dammə hərəkəlidir, ikinci nun hərfi fəthə hərəkəlidir. Amma burada dammə hərəkəni görmürük, dammə hərəkənin atıldığını görürük. Necə eləməliyik, necə oxumalıyıq ki, bu dammə hərəkəsinə də bir işarə edək. Bəs elə bu səbəbdən də burada bu əlamət qoyulmuşdur ki, artıq oxucu burada diqqətli olsun ki, burada qayda var. Deməli, biz oxuyuruq adi qaydada nun hərfi və mim hərfləri təşdidli olan zaman, bildiyimiz kimi bunlar qünnə hərflərindəndir, səsimizi sanki biraz tuturuq. Gözəl bir şəkildə axıdırıq səsimizi və o səsimizi tutduğumuz miqdarda təxminən ortalarında dodaqlarımızı sanki bir dammə tələffüz edən bir formaya salır, dərhal əvvəlki vəziyyətinə qaytarır. Amma çox diqqətli olmalıyıq ki, burada dammə səsi çıxmasın. Yəni u səsi alınmasın. Sadəcə dodaqlarımızı yumru bir formaya, ani bir vaxtda sanki damməni tələffüz edən bir formaya salırıq, dərhal əvvəlki vəziyyətinə qaytarırıq. Bununla biz dinləyiciyə göstərmək istəyirik ki, burada atılmış bir dammə hərəkəsi var. Və Quran-ı Kərimin müxtəlif çap növləri var. Bəzi çap növlərində bu qaydanı, işməm qaydasını bildirmək üçün bu cür bir romb şəklinə bənzər bir əlamət qoyulur. Bəzi Quran-ı Kərimin çap növlərində nöqtədən böyük, baxın fərqləndirin, nöqtədən biraz böyük, bir cür yumru bir qara bir əlamət qoyulur. Bəzi Quran-ı Kərimin çap növlərində aydın yazılır, aşağısında işməm yazılır. Quran-ı Kərimdə yalnız bir yerdədir bu qayda. Yusif surəsi 11-ci ayədə.